Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsliyindən alqoritmi necə təqdim etmək olar bölməsini öyrənəcəyik. Açaq sözlərimizlə dərsə başlayaq. Alqoritmin təqdim olunma forması. Blok sxem, cədvəl, alqoritmin növü, xətti alqoritm, budaqlanan alqoritm, dövrü alqoritm. Şəkildə nə təsvir olunub? Baxın, şəkildə uşaqların ağac əkmə ardıcıllığı təsvir olunubdur. Nə üçün şəkillər nömrələnib? Ona görə ki, baxın, şəkildə bu proses ardıcıl olaraq göstərilib və prosesin hər bir addımı da nömrələnib ki, aydın şəkildə baxıb başa düşmək mümkün olsun. Birinci şəklə diqqətlə baxın. Uşaq əlində benlə yeri qazır. İkinci şəkildə artıq yer qazılıb və əlindəki ağac fidanını həmin yerə basdırır. Ağacın baxın kökünü həmin o qazdığı yerə basdırıb. Üçüncü şəkildə yerdən qazarkən çıxartdığı torpağı təkrar yerinə qaytarır. Budağı ora, budağın yerini bərkidir. Dördüncü şəkildə isə artıq ağacı əkibdir və torpağı sulayır. Ağac əkmək qaydasını başqa cür necə göstərmək olar? Başqa cür, misal üçün, sözlə demək olar ki, gəlin bu şəkildə olanları bir-bir sözlə deyək. Birinci, yer qazılmalıdır. İkinci, əkiləcək bitki ora basdırılmalıdır. Sonra bitkinin kökü torpaqlanmalıdır. Sonra isə sulanmalıdır. Bu şəkildə şifahi olaraq sözlə demək olar. Bu dediklərimizi ardıcıl yazmaq olar və həmçinin cədvəl formasında da bu dediklərimizi yazmaq mümkündür. Sonra ağac əkmək qaydasını başqaca bunu dedik. Davam edək, fəaliyyət hissəsi, alqoritmin müxtəlif formalarda göstərilməsi. Verilmiş məsələnin həll alqoritmini müxtəlif üsullarla yazın. 6 litrlik balon su ilə doldur. 3 və 4 litrlik boş balonlardan istifadə etməklə 5 litr suyu necə almaq olar? Gəlin açaq Paint proqramını. 6 litrlik balon su ilə doludur. Bizim də əlimizdə 4 litrlik və 3 litrlik boş balonlar var. Bizə lazımdır ki, bu balonlardan istifadə edib, yəni 6 litrlik, 4 litrlik və 3 litrlik balonlarımızdan istifadə edib 5 litr su almaq. Altı litrlik balondakı suyu 4 litrə doldursaq, bunu baxın, 4 litrlik balon tam dolacaq, 6 litrlikdə nə qədər su qalacaq? 2 litr. Çünki 6 çıxılsın 4 neçədir? 2. Seçək qələmimizi. 6 çıxılsın 4 bərabərdir neçə? 2-yə. 2 litr burada su qalacaq. Bu 2 litri tökək 3 litrliyə. 6 litrlik də boş oldu. 4 litrlik də 6 litrlik boşaldı. Baxın, ilk addımda 6 litrliyi tökdük 4 litrliyə. 2 litr 6 litrliyin içərisində su qaldı. Sonra o 2 litri də boşaltdıq 3 litrliyə. 6 litrlik balon tam boşdur. 4 litrlik doludur. 3 litrlik isə 2 litr içərisində su var. 3 litrliyin içərisində 2 litr su var. Dolması üçün nə qədər su lazımdır? 1 litr. 6 litrliyi tam doldururuq yenə. Və 3 litrliyi həmin 6 litrlik sudan töküb doldururuq. 6-dan 1 çıxanda neçə eləyəcək? 5. 5 litrlik su 6 litrlik balonumuzun içərisində hazır olacaq. Yəni, indi bu addımları, bu dediklərimizi alqoritm kimi, yəni addımlar şəklində, ardıcıl addımlar şəklində də yazıb göstəririk. Müzakirə edək hissəsində bizdən nələr istəyir? Məsələnin həllini sözlərlə necə söyləmək olar?
Ən yaxşısı burada Word-ü açım. Word proqramımızda bunu yazaq. Yəni dinimizi də dəyişək. Kompüterin dilini dəyişək. Azərbaycan dili edək. Birinci addım. Altı nitelilikdən altı nitelilik balonla 4 nitelilik balonu tam dolduraq. Altı nitelilikdə nə qədər qalacaq bu dəfə? Baxaq. Altı niteliliyin içərisində 2 nitel qalacaq. Baxın, 6 niteliliyin içərisində 2 nitel su qalacaq. 4 nitellik tam donacaq. 4 nitelliyin içərisində 4 nitel də su olacaq. 2 tab məsafə verək və 3 nitellik də boş. 3 nitellikdə də su yoxdur. Deməli 6 nitellikdən 2 nitel tökdük, 4 nitelliyə, 4 nitelliyi tam doldurduq. 3 nitellik boşdur, 6 nitelliyin də içərisində 2 nitel qalıb. Sonra ikinci addımda həmin bu 6 nitellikdəki 2 niteli tökürük 3 nitelə. 6 nitellik balonda qalmış 2 nitel suyu tökürük. Dini dəyişək. Tökürük. Da qalmış 2 nitel suyu tökürük 3 nitellik balona. Baxın, ikinci addımda 6 nitellikdəki 2 nitelliyi artıq 3-cü balona tökəndən sonra nə qədər qalacaq orada? Qalmayacaq. 4 nitellikdə nə qədər idi? 4 nitel qalmışdı. 3 nitellik isə boş idi. 6 nitellikdə qalan 2 nitelliyi 3 nitelliyə tökəndə 3 nitellik balonda nə qədər qalacaq? Nə qədər su olacaq? 2 nitel. Hal-hazırdakı vəziyyət budur. Sonra 3 nitellik balonun baxırıq ki, dolması üçün nə qədər su lazımdır? 2 nitel içərisində var. 1 nitel lazımdır. Doldururuq 6 nitelliyi yenə. Növbəti addımımızda 6 nitelliyi doldurduq. 6 nitelliyə 6 nitel su tökdük. 4 də hələ ki dolu idi. Və 3 nitellikdə də nə qədər su var? 2 nitel. Gəlin bunu bir yana yazaq. 6 nitellik balonu təkrar
Tekrar suyuna doldururuq. Suyuna doldururuq. Sonra dördüncü addımda 6 litrin içdəki bu sudan tökürük 3 litrinliyə donana kimi. Nə qədər lazımdır 3 litrinliyin dolmasına? 2 litr içərisində var 1 litr. 6 litrinlik balondan su, balondan 3 litrinlik balon dolana kimi su tökürük. Baxın 6 litrinlikdən 3 litrinlik dolana kimi nə qədər tökmək lazımdır? 1 litr. 6-dan da 1 çıxanda neçə elədi? 5. 6 litrinlikdə nə qədər su qalacaq? 5 litr su qalacaq. 4 litrinliyimiz qalır öz yerində. 3 litrinlik də doludur. 5 litr suyu aldıq. 4 addıma. Məsələnin həllini sözlərlə necə söyləmək olar? Bu şəkildə. Həll addımları balonların şəkilləri ilə göstərmək olarmı? Bəli, olar. Balonların şəkilləri ilə də göstərmək olar. Gəlin onu da göstərək. Mən bir dənəsinin şəklini çəkirəm. Baxın, şəklini çəkdik. Bu bizim olsun 6 litrinlik balonumuz. Bu 4 litrinlik. Bu da 3 litrinlik balon. Altı, 4, 3 litr. Birinci addımda baxın 6 litrinlik tam doludur. Gəlin bunu göy rənginə belə göstərək. Baxın tam doludur, fərz edin ki. Bu olsun birinci addım. Birinci addım. İkinci addımda altı litrinlikdəki sudan gəlin bunu belə kopyalayayım. Arxa fonu ağ gəlməsin deyə.
6 nitrinlikdən 4 nitrinliyi tam dolduranda 4 nitrinlik tam donacaq. 6 nitrinlikdə nə qədər qalsın? 2 nitr. Baxın, burada da qalır 2 nitr. Sonra üçüncü addım. 2 nitri tökürük bura. 3 nitrinliyə. 6 nitrinlik olur tam boş. Altı nitrinlik tam boş oldu. Baxın. 4 nitrinlikin içərisində 4 nitrinlik yəni dolu qalır. 3 nitrinlikdə də nə qədər su olacaq? 2 nitr. Burada da 2 nitr su olacaq. Sonra bu 3 nitrinliyin dolması üçün 1 nitr lazımdır. Doldururuq 6 nitrinliyi 4-cü addımımızda. 6 nitrinliyi yəni 6 nitrinə də doldururuq. Burada nə qədər su qalmışdı? 2 nitr. Gəlin bunu da çəkək. İki nitrlik burada qalır və 5-ci addım. Beşinci addımımız baxın 6 nitrlikdən bura dolana kimi tökürük. 3 nitrinliyi tam doldururuq. Nə qədər qalacaq burada? 5 nitr. Çünki 3 nitrinliyin içərisində 2 nitr su var və onun tam dolması üçün nə qədər su lazımdır? 1 nitr lazımdır. 6 nitrinlikdən də ora 1 nitr tökəndə 5 nitr su qalır. Burada yazırıq 5. Təxmini 4-5 addıma baxın, məsələn, həll edilmiş oldu. Məsələn, həllin sözünə söylədik. Şəkillə çəkdik. Həlli cədvəl yaxud sxem şəklində necə göstərmək olar? İndi isə cədvəl şəklində də gəlin bunu göstərək. Bunu yadda saxlayaq əvvəlcə. (2025) 11-ci ay
ayın 14'ü 6'nı itirinlik, 4'ünü itirinlik, 3'ünü itirinlik, 10'un var. Yadda saxlayaq. Sonra digərində yadda saxlayaq. Farını da save as. Görək buradadırmı? Bu var və şəkil də burada. Aha. Davamında nə istəyirdi? Həlli cədvəl yaxud sxem şəklində necə göstərmək olar? Gəlin onu da göstərək. Birinci açaq. Bir dənə buradan cədvəl quraq aşağıda. Altın itirik. Deməli, nə qədər 4 addım olacaq. Altın itir, 4 itir, 3 itir və birinci addım olacaq. Bu olsun bizdə addım. Bunu da 3 bərabər yerə bölək, təxmini belə. Baxın, bir dənə
Neçə sətr olsun, sütun olsun, addım, 6-3, 4-3, 3-3. Baxın, bura olacaq. Dini dəyişək əvvəlcə. Addımlar. Tamam olsun bu da. Sonra gəlin bunun hamısını seçək belə. Buradan tamama. Sonra 6 metrlik balon. Bunu kopyalayaq. 4 metrlik, 3 metrlik. Birinci addımımızda nə olacaq? İlk addımımızda baxın, hələ heç nə eləməmişik. 6 litrlik tam doludur. 6 litrliyin içərisində 6 litr su var. 4 litrliyin içərisində su yoxdur. 3 litrlikdə də su yoxdur. Sonra ikinci addımda 6 litrlikdən 4 litrliyi tam doldurduq. Burada 2 litr qalır. Burada 4 litr tam dolu. Bu isə hələ ki boşdur. Üçüncü addımımızda bu 2 litri boşaldırıq 3 litrə. Burada artıq boşdur. Bura qalır yerində. Burada 2 litr su var. Dördüncü addımımızda 6 litrliyi təkrar doldururuq. 4 litrlik yenə dolu öz yerində qalır. Burada da 2 litrlik var. Növbəti 5-ci addımımızda 6 litrlikdən suyu tökürük. Buranı tam doldururuq. 5 qalır. Bu öz yerində dolu qalır. Burada 3 litr. 5 litrliyi aldıq. Bu şəkildə. 4-5 addımı həll etmiş olduq. Sonra bizdən nə istəyirdi? Cədvəlin yaxud sxem şəklində necə göstərmək olar? Sxem şəklində də gəlin bir şəkildə bunu göstərək. Yeni paint açaq. Baxın, birinci addım içərisində hansı olacaq? Bunu gəlin buradan kopyalayaq və bura sözünə yapışdıraq.
Times New Roman. Baxıb bu şəkildə. Sonra ikinci addım bunu kopyalayım buradan. Gəlin xətti qoymadan hələ kopyalayaq. Gətirək, bunu da buraya yapışdıraq. Eləyək də. Bunu gətirək bura. Bir. Bura 18 verək. Olsun 17.
İkinci addım, sonra üçüncü addımı kopyalayacağıq burada. Belə çəkək. Buradan xətt. İçərisini silək. Gəl bunu da yapışdıraq bura. Bu axırıncı addımı da buraya yapışdıraq. Bunu silək əvvəlcə. Dörd addım. Baxın, bu da blok sxeminə yazılır. (2025) 11-ci ay ayın 14-ü 6-4-3 balonlar blok sxem. Deməli, məsələn, həmin sözün əlinə göstərdik. Balonların şəkilləri ilə göstərdik. Baxın sözün əlinə. Balonların şəkilləri ilə göstərdik. Yəni, şəkil haradaydı? Tapın bir dənə açaq. Balonların şəkilləri ilə sonra
cədvəl və sxemlə də göstərdik. Bu da cədvəl və bu da sxem. Bütün formalarda göstərmiş olduq. Davam edək. Alqoritmləri təqdim etmək üçün müxtəlif formalardan istifadə olunur. Ötən dərslərdə bir neçə alqoritm verilmişdir. Bu alqoritmlərin hamısı sözlə təqdim edilmişdir. Ancaq sözlə verilmə üsulu həmişə əlverişli olmur. Alqoritmi təqdim etmək üçün qrafik üsullardan, şəkil, sxem və cədvəllərdən daha çox istifadə olunur. Alqoritmlərin qrafik təsvirinə oyuncaqların, eləcə də başqa əşyaların yığılması üçün təlimatlarda rast gəlmək mümkündür. Yarımfabrikat yeməklərin hazırlanma qaydaları çox vaxt şəkillərlə verilir. Məlumatın hansı dildə yazılmasından asılı olmayaraq, şəkillərlə təsvir olunmuş alqoritmlər daha anlaşılır olur. Baxın, şəkillərlə verilməyi daha anlaşılır olur. Nəinki, yəni fərqi yoxdur hansı dildədir, ingiliscə, rusca, azərbaycanca və yaxud başqa dildə. Şəkil varsa bizim başa düşməyimiz, anlamağımız rahat olur. Qrafik yazılış formasının ən çox istifadə olunan növü blok sxemdir. Bu formadan əsasən proqramlaşdırmada istifadə edilir. Burada alqoritmin addımları həndəsi fiqurlar şəklində verilir. Onların ardıcıllığını göstərmək üçünsə keçid xəttlərindən istifadə olunur. Deməli, qrafik yazılış formasının ən çox istifadə olunan növü hansıdır? Blok sxem. Bu formadan əsasən proqramlaşdırmada istifadə edilir. Burada alqoritmin addımları həndəsi fiqurlar şəklində verilir. Onların ardıcıllığını göstərmək üçünsə nədən istifadə olunur? Keçid xəttlərindən istifadə olunur. Baxın, keçid xətti. Blok sxemdə hər fiqurun öz mənası var. Oval, yaxud küncləri yuvarlaq düzbucaq. Baxın, bu alqoritmin başlanğıcını və ya sonunu göstərir. Paraleloqram girişi və ya çıxışı. Başqa sözlə, verilənlərin daxil edilməsini və ya nəticənin çıxışa verilməsini bildirir. Əməllər, hərəkətlər düzbucaqla təsvir olunur. Romb isə şərtin yoxlanmasını göstərir. Oxlar isə keçid xəttləri. Alqoritmdə əməllər ardıcıllığının istiqamətini bildirir. Alqoritmin addımları müəyyən qaydada bir-birinin ardınca yazılır. Ancaq onların yazıldıqları ardıcıllıqla yerinə yetirilməsi vacib deyil. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmləri üç növə ayırmaq olar. Xətti alqoritmlər, baxın, xətti alqoritmlərdə addımlar yazıldığı ardıcıllıqla bir düz xətt üzrə yerinə yetirilir. Elə alqoritmlər də var ki, növbəti addımda şərtdən asılı olaraq iki variantdan biri seçilir. Belə alqoritmlər budaqlanan alqoritmlər adlanır. Baxın, xətti alqoritm dümdüz gedir. Misal üçün, misala baxaq, başlanğıcı yataqdan qalxmaq, əl-üzü yumaq, geyinmək, səhər yeməyi yemək, məktəbə getmək və son. Budaqlanan alqoritm necədir? Başlanğıc səkiyə yaxınlaşmaq, yaşıl işıq yanırmı? Əgər yanırsa, hədəsə yolu keçmək, yox yanmırsa dayanmaq. Bəzən alqoritmləri cədvəl şəklində göstərmək daha əlverişli sayılır. Ana nahara kotlet qızardır. Kotletin bir üzü 2 dəqiqəyə qızarır. Tavaya cəmi 2 kotlet yerləşir. Ana 3 kotleti ən azı neçə dəqiqədə qızarda bilər? Yaxşı olar ki, siz bunun həllinə baxmadan birinci özünüz izah edəsiniz. Ondan sonra isə həllinə baxmağınız məsləhətə uyğundur. Yəni, belə məsləhətdir ki, birinci baxın, özünüz həll etməyə çalışın, həll yolunu tapmağa çalışın. Tapa bilməsəniz, ondan sonra kitabın irəliləyən səhifəsində, məsələn, həllinə baxa bilərsiniz. Ana nahara kotlet qızardır. Kotletin bir üzü 2 dəqiqəyə qızarır. Tavaya isə cəmi 2 kotlet yerləşir. Ana 3 kotleti ən az neçə dəqiqəyə qızarda bilər? Gəlin baxaq. Kotletləri nömrələsək, onda alqoritmi belə göstərmək olar. 3 addımda. Baxın, birinci addımda ana birinci və ikinci kotleti tavaya qoyur. Hər ikisinin birinci üzünü.
Sonra ikinci addımda ana birinci katenetin ikinci yüzünü koyur. İkinci kateneti götürüb qoyur kənara. Üçüncü katenetin isə birinci yüzünü koyur. Deməli, birinci addımda birinci və ikinci katenetlərin hər ikisinin birinci yüzünü qızarmağa qoydu. İkinci addımda ikinci kateneti kənara qoydu. Üçüncü katenetin birinci yüzünü qoydu onun yerinə. Birinci katenetin isə çevirdi, ikinci yüzünü qoydu. Hər birinə də baxın 2 dəqiqə vaxt gedir. Üçüncü addımda birinci katenet artıq tam qızarmış oldu. Çünki baxın, birinci addımda birinci yüzünü qızartmışdıq, ikinci addımda isə ikinci yüzünü. Birinci katenet artıq qoydu hazır şəkildə kənara. İkinci katenetin ikinci yüzünü qoydu. Üçüncü katenetin də ikinci yüzünü qoydu. Və 2 dəqiqədə buna vaxt lazımdır. Artıq hər 3 katenet qızarmış oldu. Nə qədər vaxt? 2, 4, 6. 6 dəqiqə. Bu alqoritmdən aydın görünür ki, 3 kateneti 6 dəqiqəyə qızartmaq olar. Sinif otağınızdan məktəb kitabxanasına necə getmək olar? Göstəriciləri müxtəlif formalarda təqdim edin. Alqoritmin hansı təqdim olunma forması daha rahatdır? Bu, təbii ki, bu videoya baxan şagirddən şagirdə dəyişəcək. Çünki sizin məktəbin quruluşundan asılı olaraq bu dəyişən bir, belə deyək, alqoritmdir, hərəkətin ardıcıllıqdır. Sinif otağınızdan məktəb kitabxanasına. Sinif otağınızdan tutalım ki, mən özümdən belə bir misal çəkəcəm. Sizdə də yəni buna uyğun variantlar ola bilər. Birinci sinif otağından çıx. Gəlin bunu Word-də yazaq ən yaxşısı. Yeni Word açaq. Bağlayaq əvvəlki Word-ü. Bu seçimləri də bağlayaq. Tutalım ki, yazırıq, baxın. Gəlin burada dini də dəyişək. Times New Roman. Klaviaturanın dilini də Azərbaycan dili. Birinci addım. Sinif otağından çıx. İkinci addım. Düz get. Düz get. Koridorun sonuna qədər. Belə yazaq da. Koridorun sonuna qədər düz get. Koridorun sonuna qədər düz get. Üçüncü addım, sağ tərəfə dön. Dördüncü addım, pinlə kəndinə aşağı düz. Beşinci addım, soldakı qapıdan içəri gir. Altıncı addım nədir? Bu otaq kitabxanadır. Baxın, 6 addıma misal üçün mən bunu belə bir misal çəkdim. Sinif otağından çıx. Koridorun sonuna qədər düz get. Sağ tərəfə dön. Pilləkənlə aşağı düz. Soldakı qapıdan içəri gir. Bu otaq kitabxanadır. Nömrələnmiş siyahı şəklində bunu bu şəkildə yaza bildik. Bunu cədvəl şəklində də yaza bilərik. Baxın, belə.
Addım. Bunun hər ikisini ortadan yazaq. Addım və hərəkət. Birinci addımda nə edirik? Sinif otağından çıx. İkinci addımda koridorun sonuna qədər düz get. Üçüncü addımda sağ tərəfə dön. Dördüncü addımda pilləkən aşağı düz. Beşinci addım soldakı qapıdan içəri gir. Altıncı addımda bu otaq kitabxanadır. Cədvəl formasında da göstərmək olar. Sonra sxem şəklində göstərmək mümkündür. Baxın. İkinci. Sinif otağından çıx. Baxın. Sinifdən çıx. Sonra koridorla düz get. İkinci addım hansıdır? Koridorun sonuna qədər düz get. Sona qədər koridorla düz get. Sonra sağ tərəfə dön.
Sonrakı addım sağ tərəfə dön. Sağa dön. Sonra pilləkənlə aşağı düz. Pilləkənlə aşağı düz. Bunu da düzəldək. Soldakı qapıdan içəri gir. Soldakı qapıdan içəri gir. Bu otaq kitabxanadır. Kitabxanadır. Baxın, belə də sxem şəklində də çəkmək olar. Yəni bunu da yadda saxlayaq. 2025 11-ci ay, ayın 14-ü kitabxana sxem. Baxın, neçə forma göstərdik. Nömrələmi siyahı şəklində yazı ilə, cədvəl şəklində, baxın, sxemlə bu şəkildə. Və əgər kiminsə qabiliyyəti varsa, yəni şəkil çəkmək qabiliyyəti varsa, bunu şəkillə də çəkib göstərə bilər. Sinif otağı çəkər, sonra sol tərəfdə koridoruna, sonra qarşısında dümdüz koridor çəkər. Koridorun sağında pilləkən çəkər, pilləkəndən aşağıda da soldakı qapıda kitabxananı çəkər. Belə də çəkmək mümkündür.
Bunu da yadda saxlayaq. ...2025 11-ci ay ayın 14-ü Kitabxana. Davam edək. Sual və tapşırıqlarımız. Birinci sual, alqoritmlərin hansı təqdim olunma formalarını tanıyırsınız? Alqoritmlər müxtəlif formalarda göstərilə bilər. Sözlərlə, yəni mətn kimi, baxın belə yazdığımız qaydada cədvəl şəklində, sxem və ya blok sxemlə, bir də şəkillərlə. İkinci sual, alqoritmin şəkillərlə göstərilməsinin nə kimi üstünlükləri var? Alqoritmin şəkillərlə göstərilməsinin bir neçə üstünlüyü var. Misal üçün, şagird üçün asan başa düşülür, çünki hər addım gözünə görünür. İkinci, yadda saxlamaq daha rahat olur. Üçüncü, əyləncəli və maraqlıdır, çünki şəkillər hərəkəti göstərir. Üçüncü sualımız, blok sxemdə hansı qrafik elementlərdən istifadə olunur? Blok sxemdə ümumiyyətlə blok sxem alqoritmi xüsusi fiqurlarına göstərmək üçündür. Ovaldan istifadə olunur. Gəlin göstərək, baxın. Bu fiqurdan istifadə olunur. Başına və bitir əmrləri üçün. Sonra düzbucaqdan istifadə olunur. Əməliyyat, yəni tapşırıq üçün. Romb istifadə olunur. Şərt üçün, yəni bəli, xeyr şərtləri üçün, bu da qalan alqoritmlərdə və oxlar. Oxlardan istifadə olunur, addımların ardıcıllığını göstərmək üçün. Deməli, bu fiqur nə üçün istifadə olundu? Başına və bitir əmrləri üçün, düzbucaqlı əməliyyat, yəni tapşırıq üçün, romb şərt üçün, ox isə addımların ardıcıllığını göstərmək üçün. 5. Xətti alqoritm nədir? Xətti alqoritm, ümumiyyətlə alqoritmlərin 3 əsas növü var. Xətti alqoritm, şərtli alqoritm, təkrarlanan, yəni dövrə alqoritm. Xətti alqoritm addımlar bir-birinin ardınca düz xətt üzrə yerinə yetirilir. Deməli, xətti alqoritmdə addımlar bir-birinin ardınca düz xətt üzrə yerinə yetirilir. Şərtli alqoritmdə vəziyyətə görə fərqli addımlar seçilir. Dövrə alqoritmdə isə, yəni təkrarlanan dövrə alqoritmdə eyni addımlar bir neçə dəfə təkrarlanır. Sonra 6-cı, yəni 6-cı suala keçmədən əvvəl bir dənə də xətti alqoritmi haqqında misal çəkək. Xətti alqoritm deməli addımlar ardıcıl şəkildə, yəni bir-birinin ardınca yerinə yetirilən alqoritmdir. Misal üçün, su qaynadılır, çay fincana tökülür, şəkər əlavə olunur, qarışdırılır. Bu, şirin çay eləməyin sadə bir alqoritm, xətti alqoritmdir. Çünki bütün addımlar düz ardıcıllıqla gedir. Sonra 6-cı tapşırıq, Azərbaycan dili dərslərində inşa yazının planını qurarkən hansı formadan istifadə edirsiniz? Sualımız belə oldu. Azərbaycan dili dərslərində inşa yazının planını qurarkən
hansı formadan istifadə edirsiniz? Sözlə təsvir. Çünki inşa yazarkən addımları sözlərlə ardıcıl şəkildə izah edirik. 7. Təsviri incəsənət dərslərində obyekti çəkmək alqoritmi necə göstərilir? C variantı, şəkillərlə. Çünki şəkillə çəkmə prosesini addım-addım şəkillərlə göstərmək daha aydın olur. Və bu şəkildə bu dərsimizin də sonuna çatdıq. Dərsə aid hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Əgər dərslərimiz faydalı gəlirsə, kanalımıza abunə olmağı, dərslərimizə bəyənib rəylər yazmağı və paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Bu dərs deyəcəklərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.